Mercedes Panoramada göstərdiyim işarə naklatkanın işarəsi deyil. SBS sistemi işarəsidir. Sürücülər bu şeyə diqqət eləməlidir. Çox adam naklatkanın işarəsi ilə səhv salır. Bu işarə ilə sürürlər. Sonra bu işarə qırmızı gələndə tormuz sıfıra bərabər olur. Həmin vaxtda da qəza qaçılmaz olur. Ona görə bu işarəni diqqət eləmək lazımdır. Hal-hazırdakı Mercedes Panorama bu işarə ilə yaxınlaşıb, bu xəta ilə yaxınlaşıb. Problemin səbəbi isə limitdir. Bu problemin səbəbi hər avtomobildə fərqli səbəbdən ola bilər. Limitini yazıb müştəriyə ideal vəziyyətdə təhvil verəcəyik. 1.342.810 göstərir. Limit sıfırlanandan sonra bu rezultatı sıfırlayıb təhvil verəcəyik. Hal-hazırda limit yazılandan sonra gördüyünüz kimi rezultat sıfır vəziyyətindədir. Avtomobili bir yerdə kodlayaq. İşimizi yekunlaşdırmışıq. Biri işıqla bağlıdır, biri də ki ön şüşənin suyu ilə bağlıdır. Yəni göstərdiyimiz biyaq ki, SBS sistemi ilə bağlı xəta yoxa çıxıb. Silmişik, hazırdır, problem yoxdur hal-hazırda. Sizin avtomobilinizdə də bu kimi problemlər olsa müraciət edə bilərsiniz. Problemin bərpasını həll edib ideal vəziyyətdə sizə təhvil verək. Xeyirli olsun.